Endokrinoloji mərkəzlə bağlı xəbər var. Respublika Endokrinoloji Mərkəzinin direktoru Nərmin İsmailova vəzifəsindən azad edilib. Qaynar info bu barədə məlumat yayıb. Bununla bağlı təbibin idarə heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb. Vüqar Qurbanovun digər əmri ilə sözügedən vəzifəyə Kəmalə Ağayeva gətirilib. Xatırladaq ki, ötən ay Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başladığı müvafiq şikayət əsasında artıq mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar apardığı bildirilib. Qeyd olunub ki, yoxlamalara cəlb olunanlar arasında mərkəzin direktoru Nərmin İsmailova, İnzibati İşlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, yəni nüfuz alveri maddələri ilə cinayət işi başlanıb.